أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli dinleyiciler, bugünkü mövzumuz uğursuzluğa inanmak barəsində olacaq. Daha doğrusu, uğursuzluq sayılan bir neçə insan bədənində olan özünü müdafiə hadisəsini uğurla əlaqələndirmək. Misal üçün, əsnəmək, asqırmaq, gərnəşmək ki, bədənin bu müdafiə sistemi bəzi insanlar tərəfindən bunlar da uğursuzluqla əlaqələndirilmişdir. Necə ki, birisi asqıranda, digəri deyir, yol çıxma, asqırdı, səbir gətirdi. Asqırdı deyil. Və yaxud da ki, biri əsnəyəndə, o biri deyir, üzümə əsnəmə, kifirlikdir. Və yaxud da gərnəşərkən, biri gərnəşən şəxs sinəsinə vurur ki, vurmasam pis olar. Baxın, bunlar uğursuzluqla əlaqəli mövzudur. Əslində uğursuzluğun sahəsi genişdir. Sadəcə olaraq bunlara toxunacağım bu mövzuda ki, digər dərslərimizdə onun digər hissələrinə toxunulub. Dəyərli müsəlmanlar, biz müsəlmanıq. Əlhəmdülillah. Nə gözəl ki, Rəbbimiz bizi müsəlman etdi. Təsəvvür edirsinizmi? Qədim ata-babalarımız Şaman dövründə nələrə inanırdılar. Onlar daşlara, quşların lələklərinə, saplara, torpağa, heykələ, rəsmə, hər nəyə inanırdılar. Qədim şamanların rəsmlərinə baxsaz və yaxud da ki, bəlkə də filmlərdə görmüsünüz. Üzərində hər nə asılıb, itin dişinə qədər, qurdun caynağına qədər, qartalın caynağına qədər, daha nələr üzərində asılmışdır. Baxın, onların hamısı bizim qədim ata-babalarımızın etiqadıdır. O isə batil etiqaddır. Bütün buna baxmayaraq, bizə onlardan bəziləri hələ də İslam dönəmində olmağımıza baxmayaraq, yenə də ondan bir qism insan əl çəkməmişdir. Və düşər düşməməzlik, uğursuzluq. Aləmlərin Rabbi Allah Qur'an-ı Kərimdə Yasin surəsi 17-ci ayədə belə buyurmuşdu. Əuzu billahi minəşşeytanirracim. Qalu inna tatayyarna bikum لئن لم تنتهوا لنرجمنكم وليمسنكم منا عذاب أليم. Müşriklər möminlərə dedilər, onları Allah yoluna çağıran möminlərə dedilər, biz sizdən uğursuzluq görürük, sizdə uğursuzluq var, siz gəldiniz, bax belə sözlər danışdınız, biz uğursuzluğa düşdük, son qoyun bu danışığınıza, yoxsa sizi daşqalaq edəcəyik, şiddətli əzaba salacaq. Bunları şirk əhli dedi müsülmana. Niyə? Sən belə danışırsan, işimiz pis gedir. Bax, sanki bu günləri də o qism insanlar vardır. Deyir, belə sözlər danışma. Mənim işim pis gətirər. Bax, qədim müşrik ata-babasından keçən
irsi bir etiqad. Bunların cavabında Allah gör nə dedi. Daha doğrusu Allah onların, möminlərin cavabını deyir. Qalu ta'irukum ma'akum in zukkirtum bel entum qavmun musrifun. Əksinə, uğursuzluq sizin özünüzdədir. Siz özünüz uğursuzluğa inanırsınız. Siz nə qədər azğın insanlarsınız. Yəni, sənin uğursuzluğun dediyin, bax, o şirk, küfür, yaşadığın adətlərindir. Yoxsa Allahın haqq sözündə nə uğursuzluq? Dəyərli müsəlmanlar, Allahın Rəsulu sallallahu aleyhi və səlləm, bax, buna ərəbcə tatayyur deyirlər, tatayyur, bu cür etiqadlara, yəni düşər-düşməməzlik, daha doğrusu uğursuzluq. Buna inanmağa tatayyur deyirlər ərəb dilində. Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Ət-tatayyaratu şirkun, Ət-tatirata şirkun, Ət-tatirata şirkun. 3 dəfə demişdi. Uğursuzluğa inanmaq şirkdir. Uğursuzluğa inanmaq şirkdir. Eyni sözü 3 dəfə təkrar etmişdi. Hədisi İmam Abu Davud rəvayət etmişdir İbn Məsuddan. Deməli, bu cür inanclar şirkdir. Şirk nədir? Bunun üzərində ölərsənsə, cəhənnəm əhlisən. Bu nə deməkdir? Bir müsəlmana yaraşarmı ki, namazda İyyəkə na'budu və İyyəkə nəstə'in deyəndən sonra, yəni, ey mənim Rəbbim Allah, mən yalnız sənə ibadət edirəm və yalnız səndən yardım istəyirəm. Deyən şəxs əsniyən birinə deyər ki, kifirliyimi mənim üstümə tökdün. Asqıran birinə deyər ki, asqırdın, yol çıxma, pis olacaq. Bu falçılıqdırmı? Axı, falçılıq da qadağandır. Baxın, dəyərli müsəlmanlar, biri asqırdıqda, digəri deyir, asqırdı, yol çıxma. Bu şəxsə cavab olaraq Allahın Rəsulu demişdi, Mən raddətəhu ət-tıyratu min həcətin fəqəd əşrəkə. Kim çıxacağı bir yola, uğursuzluğa inanaraq bir hadisəyə görə dayanarsa, o artıq şirk etmişdi. Deməli, sən yol çıxırsan, qabağından qara pişik keçdi. Aha, qabağımdan qara pişik keçdi, evə qayıdır. Ya da bir də baxırsan ki, yolun ortasında pişiyi qovur. Pişiyi qovur ki, qabağımdan keçmə, bu yandan keç. Yazıq heyvan da başa düşmür ki, bu özünə müsəlman deyən insan heyvanı niyə qovur ki, sənin ortasında? Sən demə, bu düşünür ki, heyvan qabağımdan keç də işim korlanacaq. Bəs Allah harada qaldı? Bəs Allahın yardımı harada qaldı? Axı sən evindən çıxanda demişdin, Bismillah, təvəkkəltu alallah. Allahım, sənin adınla evimdən çıxıram. Sənə təvəkkül edirəm. Məni qoru. Demişdinmi? Əlbəttə ki, deməmişdin. Sən onu desəydin, onun mənasını bilsəydin, küçədə pişik qovardın ki, qabağımdan keçmə və yaxud da ki, filankəs üzümə çıxdı, pis olacaq mənim üçün. Sən niyə asqırdın axı? Görürsən yol çıxıram, bir dayan da, Subhanallah, o öz kefi ilə mi asqırmışdı? O təbii prosesdir. Dəyərli insanlar, son qoyaq bu etiqadlarımıza. Hətta səhabələr Allahın Rəsulunun bu dediyi sözdən sonra dedilər, ya Rasulallah, bizdə bəzi adətlərdən, köhnələrdən qalır. Özümüzdən asılı olmayaraq, bəzən belə sözlər dilimizə gəlir. Misal üçün, asqırdı, qəflətən deyirik ki, asqırdı dayan.
Olur da insanıq, keçmişdən qalan bəzi şeylər var bizdə. Nə edək? Belə bir iş baş versə, xəta etsək, nə edək? Rasulullah dedi. Onlar dedilər, ya Rasulallah, mə kəffarətəhu? Onun kəffarəsi nədir? O dedi, ən yəqulu əhəduhum, Allahumma la xayrə illə xayruka, və la tayara illə tayruka, la iləhə xayruka. Ravahu Əhməd. Bu hədisi İmam Əhməd İbn Ömərdən rəvayət etmişdir. Rasulullah deyir ki, əgər bilməsəniz, bu söz dilinizə gəlsə və yaxud da ki, bu etiqad oyansa hissləri sizdə, həmən ardıca deyin, Allahım, bütün xeyir səndədir. Heç bir uğursuzluq yoxdur. Onlar səndədir. Uğur da səndədir, uğursuzluq da səndədir. Səndən başqa ibadətə haqqı olan mabud yoxdur. Bax, belə demək lazımdır. Ərəbcəsini bilən ərəbcə desin. Ərəbcəsini bilməyən, bax, bu sözü dilinə gətirsin. Allahım, xeyir də, şər də səndədir. Daha doğrusu, burada şər keçmir. Allahım, xeyir də səndədir, uğursuzluq da səndədir. Səndən başqa ilahım yoxdur. Allahım, bu işimi xeyirlə nəticələndir. Vəssalam. Dəyərli insanlar, təsəvvür edirsinizmi? Görün, bu iblis nə qədər hiləgərdir. Allahın insan anatomiyasına verdiyi bir təbii prosesi etiqada çövülmüşdür. Təsəvvür edirsiniz, biz əsniyirik. Əsnəmək nədir? Yorulanda ağız böyük həcmdə açılır və nəfəs çəkirik. Bu, bədənin təbii prosesidir. Bu, nə zaman insanda baş verir? İnsan kəlləsində kəllə daxili temperatur yüksək olanda Allah belə sistem qurmuşdu ki, elə ki, beynin istiliyi çoxaldı, bizdən asılı olmayaraq ağzımızı böyük ölçüdə açır və güclü oksigen ötürürük içəriyə. Çünki biz əsniyərkən nəfəsi çölə deyil, içəri çəkirik havanı. Çöldən çəkdiyimiz yeni sərin hava beynimizdəki yığılmış o qanı qovur oradan. Sərinliklə qovur onu oradan və qan beləliklə beynimizdən qaçır bədənimizə doğru, ürəyə doğru və ürək onu yenidən pompalayır yeni damarlara. Deməli, beyində yığılmış o qızmış qanı beyin bu əsnəmək vasitəsilə beyindən qovulur. Və beləliklə də biz özümüzü rahat hiss edirik əsniyərkən. Və yaxud da ki, bu bir siqnal olur ki, adətən əsniyirsənsə, oyanmısansa, əsniyirsənsə, gedib üzünə su vurursan, o su biraz da sərinləşdirir və biz oyanırıq. Bədənimizdəki o temperatur, başdakı temperatur qovulur. Bu, insanda da, heyvanda da vardır. Bunun düşər-düşməməzliyi ilə nə əlaqəsi? Bir insan asqırır. Asqırmaq nədir? Ya burunda tozlanma vardır ki, o toz tədricən beyinə doğru gedəcək. Anında beyin burun tüklərinə, burun sinirlərinə siqnal göndərir. Və burnumuzdakı damarlar, ələl-xüsus burun uc hissəsində olur o. Burundakı damarlar qıcıq verir. Və qıcıq verir, bizi asqırdır. Orada yığılmış o tozu sürət ilə, həm də hansı sürət ilə? Saatda 150 kilometr. Elə bir sürət ilə. O tozu qovur çölə. Onu qovarkən 40 min selik damlası, təsəvvür edirsinizmi? Burnumuzdan 40 min, yəni 40 mindən yuxarı elmi araşdırmalar deyir.
selik damlası burundan çölə çıxır. Təsəvvür edirsiniz, su yaradır və o tozu oradan qovur. Və həm də bu eyni zamanda ağciyərdə yığılmış karbonların qovulma prosesidir ki, buna görə də baş verir. Ya burundan toza görə olur və yaxud da ki, ağciyərdə yığılmış o karbonlar ki var, tədricən yavaş-yavaş yığılır, onun ki həcmi çoxaldı, avtomatik beyin siqnal verir buruna, həmən yüksək gərginlikdə asqırma vasitəsilə onlar çölə qovulur. Hətta 3 metr məsafəyə qədər burnumuzdan çıxan o hava və yaxud da ki, selik damlası yayıla bilir ətrafa. Bəzi insanlar bir nəsihət olaraq deyilir. Bəzi insanlar güya mədənidir, burnunu tutur, özünü saxlayır, asqırmasın. O adam bilsin ki, böyük ehtimalla bir dəfə komaya düşəcək bu işinə görə. Ağciyərin funksiyası dayana bilər və yaxud da ki, o təzyiq ki burundan çıxmalıdır, havada 150 kilometr sürət yaranır. Təsəvvür edin, sən onu tutsan, o birdən geri qayıtsa, vurub beyni sıradan çıxarda bilər. Və bir dəfə bu şey baş verəcək. Heç kəs belə etməsin. Ola bilsin, mədəni yerdəsən, rahat asqıra bilmirsənsə, ağzını, burnunu tut. Belə yaxından tutmaq yox ha. Əlini ağzının qabağında saxla ki, ya bir dəsmalı, burnundan ayrılmış o selik damlası gedib insanlara dəyməsin. Bax, mədəniyyət budur. Mədəniyyət asqırmağı saxlamaq deyil, onu saxlamazlar, məhv edərsən özünü. Gərnəşir insan. İnsan gərnəşəndə özümüzdən asılı olmayaraq sinəyə vururuq. Bu əslində adət deyil. Böyük ehtimal əslində gərnəşmənin səbəbi əzələ yığılmasıdır. İnsan bədənindəki əzələlər adətən yuxudan duranda bu baş verir. Niyə? Çünki biz yuxuda olarkən bədən üzərində yatmışıq deyə bədənimizin əzələləri keyəlir, bir yerə yığılırlar və büzülürlər. Biz durduqda, gərnəşdikdə, yəni ayaqlarımızı aşağıya doğru, əllərimizi yuxarıya doğru çəkirik və bütün əzələləri oyatmış oluruq. Bu heyvanda da vardır. Bu əslində budur. Bir versiyada var, bunu gərnəşərkən, insan daha doğrusu bu prosesi davam etdirərkən, yəni gərnəşərkən, ola bilsin ki, ürək ritmində pozulma baş verir, anidən. Bədən güclü, yüksək sürətlə dartınır, ayaqlar aşağıya doğru, əllər yuxarıya doğru və əllər də yana doğru açılır. Təsəvvür edin də bunu, hər kəs gərnəşir də. Bax, bu vaxtı ehtimal var ki, ürək ritmi pozulur və bizdən asılı olmayan səbəbdən sinəyə əlimizi çırpırıq, yüngül, ehmalca. Sanki ürəyi öz ritminə qaytarırsan. Bunu biz ağlımızla etmirik. Bu şərti refleksdir. Tez-tez olurdu deyə bu ehtimalı insan özündən asılı olmadan aradan qaldırır. Amma digəri isə bunu inanca çevirib. Deyir, gərnəşdin. Bu gərnəşməkdir ya, əsnəmək deyil. Gərnəşdin. Gərnəşdin, ələvi sinəvə vur, yoxsa pis olar. Deyirsən, nə olar? Deyir, pis olar. Kim üçün? Deyir, mənim üçün pis olar. Mənim üzümə gərnəşdin. O nadanə demək lazımdır ki, pis sənin üçün yox, mənim üçün olar. Yəni, gərnəşən üçün pis ola bilər ki, ürək ritmi sıradan çıxa bilər və sonra bir şey olmur ha. Ürək ritmi sıradan çıxırsa, sonra öz qaydasına düşür. Amma insan biraz bir şeyləri anlamamış vəziyyətində olur. Belə nəsə baş verir onun bədənində, belə narahat olur. Sonra öz qaydasına düşür. Amma anidən ürəyə vuranda o daha tez qaydasına düşür. Bununla əlaqəsi var. Digər heç bir şeylə əlaqəsi yoxdur. Etiqadla əlaqəsi yoxdur. Asqırdı yol çıxma nə deməkdir?
Bir müsəlman belə şeylərə etiqad etməməlidir. Etiqadlarımızı düzəldək, sağlam müsəlman olaq və bunların da elmi səbəblərini öyrənək ki, danışarkən, yəni savadlı danışaq. Bir müsəlman əsnəmənin onun üçün pis gəlməsinə inanması bu nə qədər utanc verici bir etiqaddır, dəyərli müsəlmanlar. Və beləliklə dinimizi öyrənək ki, nadanlar bizimlə alay etməsin. Dinimizi bəzən bilmirik ki, dövrümüzdə bugünümüzün bəzi Quraniləri Allahın dininə istehza edənlər özlərini dindar kimi göstərir. Bax, bəzi sadə müsəlmanlardan belə-belə işləri görüb, bunu dinin ayağına yazırlar. Ki, budur da sizin dininiz. Belə din olar, sanki din düz deyil. Daha izah etmir ki, biz sıradan müsəlmanlara bunu izah etməliyik. Ki, onlar da bunu bilsin. Dinin nə günahı var burada? Dinin sahibi Allahdır. Sən Allahı mı savadsızlıqda ittiham edirsən? Ona görə dəyərli insanlar, dinimizi öyrənək, bəzi işləri də görərkən hər nəyi etiqad ilə bağlamayaq. Etiqad çox dəyərli bir şeydir. Çünki etiqad sözü düyünlənmək deməkdir. Yəni sən Allaha özünü bağlayırsan, Allahın dininə bağlayırsan, sağlam ol, sağlam şəkildə düşün. Belə dəyərli müsəlmanlar, vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.